Bakıda güclü yanğın. 14 nəfər təxliyə edildi. Mən o pajardan üstdə yaşayıram. Mən evdən qaçdım belə. Paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yanğın hadisəsi baş verib. Güclü yanğın çoxmərtəbəli binanın 14-cü mərtəbəsində başlayıb və nəticədə binanın sakinləri təxliyə olunublar. İçəridə işim olmamışdı, sonradan gəldilər, çatdılar. Ona görə də belə gec alındı. Hamısına da kömək elədik, çıxartdıq. Fövqəladə Hallar Nazirliyindən Xəzər xəbərə verilən məlumata görə binanın qarşısında park edilən avtomobillər yanğının söndürülməsinə maneə törədib. Nazirliyin Dövlət Yanğından Mühafizə, Xüsusi riskli xilas etmə xidmətləri və eyni zamanda Bakı Regional Mərkəzinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Hava şəraitinin küləkli olması və avtomobillərin yaşayış yerində nizamsız parklanması səbəbindən yanğının söndürülməsində çətinliklər törədilsə də, qısa müddətdə operativ müdaxilə nəticəsində yanğın genişlənməsinə imkan verilmədən söndürülmüşdür. Təbibdən verilən məlumata görə çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub. 2 nəfərə arterial təzyiq, 1 nəfərə isə tüstüdən zəhərlənmə səbəbi ilə yerində tibbi yardım göstərilib. Minaya Zamanova, Səbuhi Mustafayev, Xəzər xəbər.